bütün dünya kimi Azərbaycanın da qlobal bir problemidir. Uşaqlarda, gənc nəslin nümayəndələrində ikincili tip şəkərli diabetin meydana gəlməsinin başlıca səbəbi düzgün qidalanmamaq, metabolizmin pozulmağı, süni qidalarla çox istifadə olunmağı. Daha çox ona vurğulayırlar, doktor. Yəni, ana südündən imtina verilmə, bəzən də biz səbəbsiz yerə öz övladlarımızdan da imtina veririk ana südü ilə onların qidalandırması. Məhrum edirik əslində onları. Bilərəkdən müəyyən bir vizual görünüşümüzdə nə qədər bu dar çərçivəyə baxın, demək olar ki, dünya uşaq gətirən anaların, indi ətrafdan sorğuya əsasən deyirəm də, bəlkə də 3-5% ana südü verir, yoxsa yox. Qalan hamısı süni qidalarla. Süni qidaları satan mağazinə də girirsiniz. Baxın, tutalım 5 manatdan 100 manata qədər süni qidalar satılır. Deyirsən, bunun fərqi nədir? Məsələn, bu keçi südündən hazırlanır, bu nə bilim xüsusi. Deməli, ona da hər adamın gücü çatmır. Tutalım, imkanı olmayan o ən ucuzludan alır, verir. Uşaq acından ölməməlidir axı. Onun da tərkibində nə var, Allah bilir. Bunlar hamısı, baxın, uşaq anadan olandan biz onu bu kimyəvi maddələrlə bədənin doldururuq. Ondan sonra uşaq böyüyür, yemək yemir. Analarda bir şey var, o bir ara çıxmış deyə, məsələn, quşçuluq fermalarında xüsusi mahnı altında belə elmi tədqiqatlar aparılmışdı ki, mahnı altında toyuqlar çox dən yeyir, çox kökəlirlər, çox məhsuldarlıq verirlər ət. Bunu bugün insanlarımızı da döndərmişik buna. Baxın, körpə uşaqları olanlar yemək yemirlər, telefonu qoyur uşaqların qabağına, manqurt kimi baxırlar, telefon, diqqət telefondadır, ağız işləyir, işləyir. Baxırsan ki, uşağın 15 kiloqram, 10 kiloqram çəkisi var, uşağa böyük bir adamın yediyi qida qədər yemək verirlər. Və bu, təbii ki, mədəni genəldir, mədə standart ölçüdə qalan bir orqan deyil ki, bunlar hamısı düzgün qidalanmamaq, maddələr mübadiləsinin pozulmağı, biz valideynlər övladlarımızı gətirib həmin o ikincili tip şəkərli diabetə astanasında. İnanın ki, xəstələr gəlir də, bax, yoxluyuruq, körpə uşaqlar hamısında homo indeksi yüksəkdir. Baxırsan ki, insülin rezistentliyi yüksəkdir. Yəni, insülin varıdır, artıqdır, amma keyfiyyətsizdir. Artıq çəkisi var, adam hərəkət eləmir, heç bir fiziki idmanla məşğul olmur. Bütün günü yeyir, yatır, özdə xüsusilə süni qidalarla. Bu, qazlı sulardan içir, şirin sulardan içir, fast food qidalarla qidalanır. Biz bu övladdan, bu yetişdirdiyimiz nəsildən necə sağlamlıq gözləyirik? Və bəzən də biz övladlarımızın daha çox kök görünməsinin və onunla valideynlər fəxr edir ki, mənim uşağım bu fəxr deyil, bu bədbaxtçılıqdır. Müəyyən yetkin yaşa çatmış uşaqlar